Qərb bölgəsində arılar arasında gənə xəstəliyi yayılıb. Bu da təsərrüfatları ciddi təhlükə altına qoyub. Bəs hansı qabaqlayıcı tədbirlər görülür? Qərb bölgəsindən olan arıçılar, eləcə də ağızsafalı arıçılar çox ciddi bir problemlə üz-üzə qalıblar. Buna səbəb isə arıq təsərrüfatlarında, arıxanalarda tropi elapsos xəstəliyi, yəni tropi gənələri xəstəliyinin yayılmasıdır. Tropi elapsos xəstəliyinə qarşı və digər xəstəliklərə qarşı, varroa xəstəliyinə qarşı, digər gənə xəstəliklərə qarşı hazırda qabaqlayıcı tədbirlər, profilaktik tədbirlər həyata keçirirlər, seleksiya işləri, profilaktik seleksiya işləri həyata keçirirlər və bununla da arıların öz arıxanalarında qırılmasının qarşısını alırlar. Tropi elapsos xəstəliyi arıların yoluxucu parazitar xəstəliyi hesab olunur. Qarşısını almaq üçün mütləq kütləvi olaraq mübarizə üsulu seçmək lazımdır. Belə ki, müasir innovativ üsullardan istifadə etmək lazımdır ki, arıları məhz bu tropi gənələrindən, bu xəstəlikdən qoruyasın. Tropi gənələri arıların məhsuldarlığına da çox ciddi təsir göstərir. Əvvəlki illərdə arıçılar məhsuldarlığı ilə seçilirdilər. Yəni, bu ötən illərdə bol məhsul əldə edirdilər. İndi isə bax, bu xəstəliklə bağlı, bu tropi elapsos xəstəliklə bağlı məhsulları aşağı düşəcək və 10.000 manata yaxın arıçılar qeyd edirlər ki, məhz bunun nəticəsində onlara ziyan dəyir. İşlək arılar vasitəsilə arı ailəsinə daxil olan gənələr yeşikdə sürətlə artaraq qısa vaxt ərzində bütün təsərrüfatı yoluxdurur. Təcrübəli fermerlər deyir ki, tropi adlanan gənəyə qarşı qabaqlayıcı tədbirlərə avqust ayından başlanmalıdır. Arı gedib çiçəyə qonub, oradan bal toplayanda, hektar toplayanda, oradan o gənə arının üstünə minir, gəlir o yeşiyə. O yeşikdən də tədricən artır, dağılır, çoxalır. Onun qarşısını almaq lazımdır. Qabaqlayıcı tədbirlər dərmanlardan istifadə edirik, qarşısını alırıq. Payız fəslində bizdə həddindən artıq bizim bu zonada, qərb zonasında bərk xəstəliklər oldu. O gənə deyirlər, bu arılarda tropi gənələri, yəni bu gənələrə qarşı da biz bütün dərman vasitələrindən istifadə elədik. Hal-hazırda bizim arımızda düzdür, itki vermədi, ancaq zəiflədi, bu da məhsullarına təsir elədi. Yəni ki, arımız zəif də olsa hal-hazırda gümrahdır. Ağstafada ümumilikdə 7500 arı ailəsi var ki, bunun da gənə xəstəliyi səbəbindən artıq 2500-ü məhv olub. Hazırda rayonda arı təsərrüfatlarında tropi gənəsinə qarşı kütləvi mübarizə tədbirləri davam etdirilir.